Bakın dostlar, bakın. Buram Masallı Alıvadı ərazisidir. Bax, bu hal-hazırda bu gördüyünüz yol polisidir. Girib avtobusun dalında gedir gizli. Salam, hər vaxtınız xeyir olsun, hörmətli sürücülər. Başqa rayonları deyə bilmərəm. Masallı rayon ərazisindən keçəndə, Masallı Alıvadı ərazisindən keçəndə xahiş edirəm ehtiyatlı olsunlar. Orada yol polisi inspektorları gizlənirlər. Gizli xidmət aparırlar. Bu isə qanunvericidə ziddir. Böyük maşınlar gedir qarşıda. Onun arxasında gizlənirlər. Gizlin xidmət aparırlar. Yəni ayıq olun və bilin ki, belə bir şeylər var. Masallı ərazisində belə bir şeylər var. Belə bir qanunsuzluqlar var. Ancaq bu rəsmən soyğunçuluqdur. Bu xidmət aparmaq deyil. Bu qanunvericiliyə ziddir. Bu vəzifə sərhədlərini aşmaqdır. Bu vəzifə sərhədlərindən sui-istifadə hallarına yol verməkdir. Belə şeylər olmaz. Vallahi millət gücünə dolanırlar. Millət güclə başını saxlayır. Bu nədir bu? Bu nə ədalətsizlikdir? Bu nə hörmətsizlikdir mənim başım çıxmır. Nə diqqətsizlikdir bu? Benava sürücülərə qarşı. Nədir bu? Soyğunçuluqdur mu? Nədir bu? Soyqırımdır mı? Nədir bu? Allah Mirzə Ələkbər Sabiri qəni-qəni rəhmət eləsin. Burada deyib, indiki zamanəyə uyğun deyib. Millət necə tarac olur olsun, nə işin var? Düşmənlərə möhtac olur olsun, nə işin var?